Məşədi Baba Aydəmirov 1971-ci ilin 13 fevral tarixində Bakı şəhərinin Maşdağa kəndində anadan olmuşdur. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, Məşədi Baba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı daha da artır. Valideynləri Məşədi Babanın bu istedadını görüb onu orta məktəbdən çıxardırlar. Beləliklə, balaca Məşədi Baba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi və şeirləri ilə hər kəsi heyran edən Məşədi Baba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir. İlk meyxana deməyə başladığı dövr isə 1984-1985-ci illərə təsadüf edir. Bundan sonra Məşədi Baba toylara çoxsaylı dəvətlər alır. Qısa zamanda kənd cəmaatı arasında hörmət qazanan meyxanaçı müxtəlif məclislərə dəvət almağa başlayır. İlk dəvəti hələ 1989-cu ildə 18 yaşında ikən Lənkərandakı meyxana məclisinə olur. 1991-ci ildə Bakı Dövlət Sirkində keçirilən Azərbaycanda ilk meyxana yarışında 3-cü yeri tutub. Kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş. Nəhayət, bir gün tanınmış meyxanaçı subaylığın daşını atmaq qərarına gəlir. Əmisi qızını istəyən Məşədi Baba onunla nişanlanır. Toylarına çox az qalmışdı ki, meyxanaçı həbs olunur. Məşədi Baba 1994-cü ilin 11 fevral tarixində yaxın dostu olan meyxanaçı Elçin Atakişiyev ilə aralarında yaranan münaqişə zamanı ona bıçaq ilə xəsarət yetirir. Elçin xəstəxanaya gec çatdırıldığı üçün normadan artıq qan itirərək vəfat etmişdir. 6 il dəmir barmaqlıqlar arxasında qalan Məşədi Baba 2000-ci ildə həbsdən azad olunur. Əsərlərinin çoxunu isə həbsdə olarkən yazıb. 2000-ci ildə ailə həyatı qurub, bir il sonra isə onların Mircəlal adlı övladları dünyaya gəlir. Bir müddət sonra bu xoşbəxt ailə arasında soyuqluq yaranmağa başlayır. Buna da səbəb içki olur. İçkiyə qurşanan Məşədi Baba ailəsini unudur və 9 il sonra ailəsi dağılır. Həyat yoldaşı və övladı evdən çıxıb gedirlər. Ustadı olmayıb, söz sənətinin Allah tərəfindən olduğuna inanır. Bu meyxana belə şeydir ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır. Əgər sənin bacarığın varsa deyəcəksən, bacarığın yoxdursa lap 50 il sənə bir ustad dərs versin, xeyri yoxdur. Bu tamam Allahın vergisidir. Varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz.